1979-cu ilin iyul ayı. İraqın paytaxtı Bağdadın istisi adamı boğur. Amma ölkədəki siyasi hava daha ağırdı. İraqın o zamanki prezidenti Əhməd Həsən Əlbəkir istifasını açıqlayır. Elə həmin an pərdə arxasında ölkənin əsl hakimi Saddam Hüseyn dayanmışdı. Saddam Hüseyn 1937-ci ildə Tikli şəhər yaxınlığındakı Ələcə adlı kasıb bir kənddə dünyaya gəlib. Atasını o doğulmamışdan itirən Saddamı ilk vaxtlar anası ilə evlənməsindən sonra əmisi Həsən İbrahim tərbiyə edib. Əmisi tərəfindən tez-tez döyülən, məktəbə getməsi qadağan edilən, oğulluq etməyə məcbur edilən Hüseyn atasızlığına görə kənddəki digər uşaqlar tərəfindən lağa qoyulub. Buna görə onun yeganə dostu baxdığı at olub. 10 yaşı olanda isə Saddamı sərt təbiətli, milliyyətçi kimi tanınan dayısı Xeyrallah Təlfə öz himayəsinə götürüb. Məktəb direktoru olan Təlfəhin dəstəyi ilə dərsə getməyə başlayan, 1950-ci ildə isə Bağdada köçən Hüseyn bu dövrdən etibarən siyasi fikirlərini formalaşdırmağa başlayıb. 50-ci illər İraqda inqilabi dəyişikliklər dövrüdür. İqtisadi çətinliklər fonunda sosial aktivliyin artması, etiraz dalğasının böyüməsi, yekunda 1958-ci ildə hərbi çevrilişlə monarxiyanın süqutu və sonuncu İraq kralı 2-ci Feysəlin yaxınları ilə birgə öldürülməsi. Siyasətə maraqlı olan gənc Saddam da paytaxtın burulğan həyatına dalır və əsası 1947-ci ildə Suriyada qoyulan ərəb millətçiliyini, sosializmi təbliğ edən və başqa ölkələrdə də şöbələri olan Ərəb Sosialist Dirçəliş Partiyasına, qısa desək Bəs Partiyasına qoşulur. Onun burada ilkin işi dəstə toplayıb partiyaya qarşı olan adamları izləmək və döymək idi. 58-ci ildə isə Saddam dayısı Təlfəhin qızı Sacidə ilə evləndi. 59-cu ildə onun adı ilk dəfə ciddi şəkildə gündəmə gəldi. Saddam həmin zamanki İraq lideri Əbdülkərim Qasımı öldürmək üçün Bəs tərəfindən təşkil edilən sui-qəsddə iştirak etdi. Əslində Saddam sadəcə olaraq prezidenti öldürəcək yoldaşlarını qorumalı idi. Ancaq bunun əvəzinə ilk atəşi özü açaraq planı çətinə saldı. Belədə sui-qəsdçilər Qasımı yaralasalar da işi uğurlu bitirə bilmədilər. Bu əməliyyatda yaralanan Hüseyn əvvəlcə Suriyaya, oradan da Misirə qaçdı. Misirdə olarkən Hüseyn Bəsin bu ölkədəki şöbəsinə qoşularaq fəaliyyətini davam etdirdi. 63-cü ilin fevralın 8-də Bəsin də dəstəyi ilə İraqda növbəti çevriliş baş verdi və Qasım öldürüldü. Qasıma yaxın hərbiçilərdən Əbdülsəlam Arif prezident vəzifəsinə gəldisə, qısa müddətdə Bəsin liderinə çevrilən Əhməd Həsən Əlbəkir isə baş nazir təyin edildi. Bu hadisədən sonra Saddam vətənə qayıtdı. Ancaq partiya daxilində fikir ayrılıqları, hakimiyyət mübarizəsi, ixtilaflar Bəsi zəiflətdi və mövqeyini möhkəmləndirən Arif Əlbəkiri vəzifədən uzaqlaşdırıb həbs etdirdi. Nüfuzu getdikcə böyüyən, kəndlərdə Bəs ideyalarını yayan, hakimiyyətə qarşı təbliğatla məşğul olan Saddam isə 1964-cü ilin oktyabrında həbs olundu. 66-cı ildə Bəs üçün iki önəmli hadisə baş verdi. Birincisi, partiya iki hissəyə bölündü. Onun ən güclü qolları Suriya və İraq partiyaları bundan sonra ayrı şəkildə müstəqil siyasət yürüdəcəkdi. Digəri isə Bağdadda hakimiyyət mübarizəsinin yenidən qızışması oldu. Aprelin 13-də prezident Əbdülsəlam Arif təyyarə qəzasında həlak oldu. Onu postunda qardaşı Əbdürrəhman Arif əvəzlədi. Ölkədəki xaosdan istifadə edən Saddam həbsdən qaçmağı bacardı. Əlbəkirin rəhbərliyi altında güclənən Bəs ordu ilə əlaqəyə girərək populyar olmayan Əbdürrəhman Arifi hakimiyyətdən uzaqlaşdırmaq üçün uyğun vaxtı gözlədi. Bu uyğun zaman isə 68-ci ilin 17 iyul tarixində gəldi. Hərbi çevriliş nəticəsində Arif Londona sürgün olundu. Beləliklə Əhməd Həsən Əlbəkirin prezidentliyi altında Bəs ordu tandemi hakimiyyətə gəldi. Əlbəkirin ən güvəndiyi şəxslərdən olan Saddam Hüseyn vitse-prezident vəzifəsinə təyin olunaraq ölkədə ikinci adama çevrildi. Getdikcə real güc gənc, xarizmatik şəxs kimi görünən Hüseynin əlində cəmləşməyə başladı. Çevrilişdən keçən 2 il ərzində Bəsə iqtidara gəlməkdə kömək edən ordu üzvləri bir-bir tutduqları vəzifələrdən uzaqlaşdırıldı. Onlardan ən nüfuzluları Müdafiə naziri Hardan Əl-Tikriti 71-ci ildə Küveytdə, baş nazir Əbdürrəzzaq Əl-Naif isə 78-ci ildə Londonda müəmmalı şəkildə öldürüldülər. Əlbəttə bütün bu hadisələrin arxasında məhz Saddam dayanmışdı. O rəsmi olaraq vitse-prezident idi. Qeyri-rəsmi olaraq isə təhlükəsiz orqanlarını, kəşfiyyatı və partiya aparatını nəzarət altına almışdı. Kim yüksəlir, kim yox olur, hamısı onun masasından keçirdi. Dövlət təhlükəsizlik xidməti hər yerdə idi. Orduda, universitetlərdə, məscidlərdə. Saddam ailə üzvlərini, doğma Tikritdən olan adamları əsas vəzifələrə yerləşdirərək hakimiyyətini möhkəmləndirdi. Dayısı Təlfəhi isə Bağdadın qubernatoru təyin etdi. 70-ci illərdə neftin milliləşdirilməsi İraqa böyük pul axını gətirdi. Qısa müddətdə reallaşan sosial layihələr, sürətli sənayeləşmə nəticəsində insanların yaşayış səviyyəsi bir xeyli yüksəldi. Yeni məktəblər, xəstəxanalar tikildi, yollar çəkildi.
Xalqın bir hissəsi Səddamı güclü lider kimi görməyə başladı. Amma eyni vaxtda ona qarşı olan minlərlə insan həbs edilir, yoxa çıxırdı. Müxalifət demək olar ki, məhv edilmişdi. Artıq formal bir fiqura çevrilən və sağlamlığında problemlər yaranan Əlbəkir 79-cu ilin iyulun 16-sı istefa verdi. Səddam Hüseyn isə partiyanın əsas üzvlərindən Mühiddin Əbdülhüseyn Məşhədinin bütün etirazlarına baxmayaraq İraqın yeni prezidenti seçildi. Bundan 6 gün sonra Səddam bütün gücü əlində cəmləmək üçün son qanlı planı həyata keçirdi. Yeni prezidentin bəlkə də ilk əmri Məşhədinin həbsi ilə bağlı oldu. İyulun 12-si isə Bəəs partiyasının fövqəladə iclası çağırıldı. Rəsmi səbəb sadə idi. Yeni prezidentin çıxışı. Zal dolu idi. Qərara əsasən iclas tam şəkildə lent alınmalı idi. Səddam tribunaya qalxdı və sakit səslə təşkilatda xarici ölkəyə işləyən xainlərin olduğunu açıqladı. Daha sonra isə kürsüyə Məşhədi çıxdı. Suriyanın köməkliyi ilə İraqda çevriliş planladıqlarını deyən Məşhədi bu işin içində olan daha 68 partiya üzvünün adını açıqladı. Həmin şəxslər adları çəkildikcə bir-bir zalı tərk etdilər və ardınca da həbs olundular. Bütün adlar çəkildikdən sonra Səddam yenə mərkəzə gələrək yerdə qalanları göstərdikləri sədaqətə görə təşəkkür etdi. İclasın görüntüləri sonradan orduya, partiya şöbələrinə, dövlət qurumlarına göndərildi. Həbs olunanlardan 21-i xüsusi məhkəmənin qərarı ilə edam olundu. Onlar arasında Məşhədi də vardı. Bu iclas Səddam Hüseynin hakimiyyətinin real başlanğıcı sayılır. Ətrafında keçilməz qorxu divarı hörən, 34 il ərzində İraqda şəksiz lider olan Səddam, epatajlı davranışı, ağlasılmaz addımları ilə hər zaman diqqət mərkəzində olmağı bacardı.